Xoş gördük əzizləyicilər. Komandativ efirdədir. Bugünkü çəkilişimiz Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının mübariz xüsusi təyinatlı dəstəsidir. Mərciklərimizi tanımaq üçün ekrana yaxın əyləşin. Fırtınalar coşsa fəqət kar etməz. Yağdıraram mərmiləri, bəs etməz. Biz bir olsaq, dünya bizə bəs etməz. Düşmən qanı, şəhid qanını silməz. Dalğalansın al bayrağın, bu bayrağa yan baxan. Həm baxmayan, həm baxan. Hər zəfəri düşmən gözü çıxaran. Qorxu bilməz qəhrəman igidlərin. Yavaş-yavaş, aram-aram gələn ayaq səslərin. O bir Azərbaycan əskəridir. O bir Türk əskəri. Hərbi hissəyə daxil olduğumuz andan etibarən nizam-intizam, səlqə-səhman bizi heyran etdi. Mübarizlər xüsusi təyinatlı dəstəsi bu dəfə binada gizlənən silahlı cinayətkarları zərərsizləşdirilmə şərti əməliyyatı həyata keçirdilər. Qeyd edim ki, bu cür əməliyyatlar zamanı maksimum təhlükəsizlik ön planda tutulur.
Atletin bizi! Allah'ın şerefine! Beraber! Rosma! Sen şemsiyeyi! Komanda TV davam eləyir. Gördüyünüz kimi geniş miqyaslı təlim keçirdi. İstədik bu təlim barədə məlumat verək. Komandir, bax bu cür çətin, geniş miqyaslı bina təlimi keçdiniz. Bu təlim barədə istədik sizdən məlumat alaq. Xüsusi təyinatlar məhsubu Musazadə. İlk öncə onu qeyd etmək istəyirəm ki, xüsusi təyinatlar bölmələrin fəaliyyəti, onlara əvvəl olmuş vəzifələri yerinə yetirməklə ictimai təhlükəsizliyin təmin edilməsi və ictimai qaydaların qorunması, silahlı cinayətkar, terrorçu və qanunsuz silahlı birləşmələrin hüquqazid əməllərinə çevik reaksiya verilməsi, eləcə də digər bölmələrin fəaliyyətinin dəstəklənməsi, yüksək hərbi intizam, daimi döyüş hazırlığı prinsipi əsasında qurulur. Yüksək hərbi intizamın daimi qorunması, yüksək səviyyədə saxlanılması üçün şəxsiyyət gördüyünüz bu təlimlərə hava şəraiti, relyef şəraiti asılı olmadan cəlb olunur. Bu cür təlimlərin keçirilməsində əsas məqsəd şəxsiyyətin daha peşəkar döyüşçü kimi yetişməsi, qarşıya çıxacaq real tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsindən ibarətdir. Təlimlərin yerinə yetirilməsində ilk növbədə təhlükəsizlik qaydalarına ciddi əməl olunur, şəxsiyyətdə ruh yüksəkliyi yüksək səviyyədə saxlanılır. Bunun üçün və digər yeni gələn hərbi qulluqçularımızın da artıq sınaq imtahanlarına cəlb olunması, onların seçilməsi üçün fəaliyyətlər ciddi şəkildə təşkil olunur. Onların seçilməsi birinci növbədə psixoloji vəziyyətinin yaxşı olması, tibbi cəhətdən sağlam olması, fərdi hazırlığının yüksək səviyyədə olması və bunlar fiziki hazırlığın yüksək səviyyədə olması əsas meyarlar götürülür. Bu təlimlər mütəmadi olaraq daxili qoşunların xüsusi təyinatlı bölmələrinin tədris proqramına uyğun olaraq təşkil olunub keçirilir. Təşəkkür edirik, çox sağ olun. Bu həqiqətən də belədir, özünüz də şahid oldunuz. Biz istərdik bizim xüsusi təyinatlılara yaxınlaşaq. Yaxınlaşırıq təlimdə iştirak edən bizim xüsusi təyinatlı mənsuba xoş gördük. Xüsusi təyinatlar mənsubu deyil. Əliyev, hal-hazırda biz şahid olduq ki, geniş miqyaslı bina əməliyyatı təlimi keçdiniz. Ümumiyyətlə təlimlər necə keçdi, çətin deyildi ki? Xeyr, bizim üçün heç bir çətinlik yoxdur. Biz istənilən hava şəraitində ərazinin relyefindən asılı olmayaraq bizə tapşırılan hər bir tapşırığı vaxtında dəqiq və cəhd yerinə yetirməliyik. Bir xüsusi təyinatlı mənsubu üçün bu bina əməliyyatı sizə hansı fiziki hazırlıq verir? Təyinatlı mənsubu işğaliyə. Bu bina əməliyyatının keçirilməsi, silahlı cinayətlərin axtarılması, tutulmasında bizə peşəkarlığımızı daha da artırır, inkişaf elətdirir. Bunun üçün də ərazi relyefindən asılı olmayaraq verilən tapşırıqları dəqiq və sözsüz yerinə yetiririk.
Təşəkkür edirik. Məhz bu həqiqətən də belədir. Xüsusi təyinatlar daim bu cür təlimlərini davam etdirirlər ki, onlar döyüş hazırlığı və onların fiziki hazırlığı yüksək səviyyədə olsun. Ümumiyyətlə bu cür təlimlər mütəmadi olaraq hər gün mü keçilir, yoxsa başqa təlimlərimiz də var? Qeyd etdiyim kimi, daxili qoşunların xüsusi təyinatlı bölmələrinin tədris proqramına uyğun olaraq digər məşğələlər də istəyir dağda məşğələlər şəxsiyyətin çöl vərdişlərinin artırılması, istəyir də yaşayış məntəqələrində döyüş təlimi proqrama uyğun olaraq mütəmadi olaraq təşkil olunub keçirilir. Biz çəkiliş zamanı şahid olduq ki, artıq səhər tezdəndən bir yerdəyik. Məhz siz dünən gecə də təlim keçdiniz, səhər tezdən də başlayanda dağda əməliyyat keçirdiniz, o silahlı cinayətkarın postunun partladılması filan. Bunlar hamısı xüsusi təyinatlar üçün hər gün bu təlimləri keçmək, bunları icra eləmək çətin gəlmir ki? Xeyr, bir xüsusi təyinatlı üçün heç bir çətinlik olmamalıdır. Digər bölmələrə nisbətən xüsusi təyinatlının hazırlığı ən yüksək səviyyədə olmalıdır. İstənilən tapşırığı istənilən vaxtda yerinə yetirməyə, icra etməyə hazır olmalıdır. Təşəkkür edirik komandir. Məhz buradan bizə gənclər də baxır. O gənclər ki, halbuki onlar hələ hərbi xidmətə gəlməyib. İstərdik bir xüsusi təyinatlı komandiri kimi siz onlara müraciət eləyəsiniz, onlara xüsusi təyinatlı necə olması barədə məlumat verəsiniz. Təbii ki, xüsusi təyinatlı olmaq asan deyil. Xüsusi təyinatlı, peşəkar xüsusi təyinatlı olmaq üçün gördüyünüz bizim təlimlər onun müəyyən bir hissəsi idi. Təbii ki, bu peşəkarlığa gəlib çatmaq üçün çox çətinliklər çəkilir. Amma hər bir Azərbaycan gəncində bu istək olmalıdır. İlk növbədə onların fiziki hazırlığını yoxlayırsınız, yoxsa necə? Bəli, istəyir fiziki hazırlığı əlbəttə ki, bir xüsusi təyinatlı üçün öndə gələn bir məsələlərdən biridir. Həmən onun psixoloji hazırlığı, fiziki hazırlığı, fərdi hazırlığı təbii ki, birinci mühüm meyarlardan biridir. Çox sağ olun. Gözünüz Komanda TV-də olsun. Hərbi personalın sağlam qidalanması üçün yeməkxanada düzgün xidmət və qulluq böyük əhəmiyyət kəsb edir. Bu, həm də zabit və əskərlərin psixoloji durumuna da müsbət təsir edir. Dövlətimiz hərbiçilərin keyfiyyətli qida təminatına xüsusi önəm verir. Çəkiliş apardığımız hər bir hərbi hissədə biz bu diqqət və qayğının canlı şahid olduq. Komanda TV davam edir. Hal-hazırda biz əskər yeməkxanasındayıq. Əskərlərə mülküdən gələn analarımız yemək pişirir. Xoş gördük anam. Sağ ol, xoş gəlibsiz. Çox sağ olun. Əskərlərə yeməkləri siz pişirirsiniz. Necədir, əskərlər razı qalırmı? Bəli, razıdırlar. Öz balamız kimi qulluq eləyirik. Hər şey qəşəng də yemək pişiririk. Hər şeydə uşaqlar da narazı deyil. Hamısı da razıdırlar. Belə. Var olun. Həqiqətən dövlətimiz tərəfindən hər bir şərait yaradılıb. Yaradıblar. Hər şeydə qəşəng pişiririk. Hər şeydə verirlər. Eynən sənətdə qəşəng verirlər. Biz də qəşəng pişiririk yeməkləri. Biz bilirik ki, siz çox gözəl yeməklər hazırlayırsınız. Biz əskərlərdən də müsahibə götürəcəyik, əziz valideynlər. Siz onların da dilindən eşidəcəksiniz ki, sizin göndərdiyiniz hərbi xidmətə övladlarınız dövlətimiz tərəfindən çox gözəl təminatla təmin olunur. Onlar demək olar ki, hər gün ət yeməkləri yeyirlər. Hətta mən sizə bir şey deyəcəm, biz evimizdə yemədiyimiz yeməkləri hərbi xidmətdə əskərlərimiz yeyirlər. Və gördüyünüz kimi bizim analarımız onlara yemək hazırlayır və analarımız öz övladlarına necə, onlara da elə, heç bir seçki yoxdur. Elədirmi? Necə eləyirik? Yəni burada onunla gözəl eləyirik ki, öz balalarımızdır. Bu gün nə pişirmisiniz? Bu günləri bunu pişirmişik. Bəh. Gördüyünüz kimi ətlər tərtəmiz, bibəri, istiotu. Hər şeyin verirlər. Beləncə hazırlayırıq biz də. Hər şey təmin olunur. Çatışmayan bir şeyimiz yoxdur. Xeyr, hər şey təmin olunur, verirlər. Çox gözəl. Təmizlik də yüksək səviyyədədir. Əziz valideynlər, gedirik əskərlərimizin yanına, onların dilindən eşidin ki, dövlətimiz tərəfindən onlara ayrılan təminatdan razıdırlar, yoxsa yox. Xoş gördük sizi. Sağ olun. Necədir, nuş olsun. Sağ olun, çox yaxşı. Yeməklərdən razısınız. Bəli, təbii ki. Bugün nə pişiriblər? Bugün lobiya supu ilə makaron. Dadlıdır. Bəli, təbii ki. Var olun. Bax, buradan sənin valideynlərin sənə baxır, səni tanıyanlar baxır. Nə söyləyərsən?
Əvvəla salamlayıram. Hər şey yaxşıdır, qaydasındadır. İnşallah sağ-salamat mən də qaydacam evimə. Yeməklər həmişə əsgərlərə yüksək səviyyədə təmin olunur və biz onların dilindən eşitmək istəyirik ki, onlar yeməklərdən razıdırlarmı yoxsa yox. Siz də buyurun dinləyin. Xoş gördük, nuş olsun. Xoş gördük. Artıq yeməyini bitirmisən. Necə idi? Yemək dadlıdırmı, doyumludurmu? Bəli, çox dadlı və doyumludur. Nuş olsun. Sizi tanıyaq. Əskər Bağırzadə. Bağırzadə, necədir yeməklərdən razısınızmı? Bəli, bəli, çox yaxşıdır. Nuş olsun, var olasınız. Gedirik növbəti hərbi qulluqçularımızın yanına. Gördüyünüz kimi hər birinin vitaminli tərəvəz salatıdır, meyvə şirəsidir, ətli makaronudur. İkinci yeməyi, birinci yeməyi hər bir şeylə təmin olunub. Necəsiz dostlar? Nuş olsun. Sağ ol. Doydun yeməkdən? Bəli, Əlavə istəyəndə verirlər. bəli. Neçə aydır xidmətdəsən? 1 il. Bir ildə artıq xidmətdəsən. Buradan sənin valideynlərin, yaxınların sənə baxır. Nə söyləmək istəyərsən? Hamısını salamlayıram. Heç kim narahat olmasın, hər şey yaxşıdır. Qəşəngdir, hər şey əla. Var olun. Gedək növbəti hərbi qulluqçularımızın yanına. Xoş gördük. Xoş gördük. Nuş olsun. Sağ ol. Doyumludur yeməklər. Bəli, doyumlu və dadlı. Ət yeməyidir, ətlə makarondur, tərəvəz salatıdır, meyvə şirəsidir. Ümumiyyətlə hər dəfə hansı yeməklər verirlər sizə? Yeməklərimiz dəyişilir. Hər dəfə eyni yeməkləri, fərqli yeməklər verilir. Yeməklər ev yeməklərindən seçilir, dadlı və doyumludur. Nuş olsun. Sağ olun. Sizi tanıyaq. Əskər Əzov. Əzov, neçə aydır xidmət edirsən? 15 aydır. Maşallah, 15 ay xidmətdəsən. Necədir əskər yeməyi, əskəri xidmət ümumiyyətlə? Gördüyünüz kimi aşpaz kollektivimiz xanımlardan təşkil olunana görə, yəni yeməklərimiz ana əli dəymiş qədər dadlıdır. Yəni bu belədir, bu faktdır. Yəni bunu demək istədim. Özünüzdə yeməklərimiz çox çeşidlidir. Həftənin hər günləri müxtəlif yeməklər verilir. İstər quru, istər sulu. Yəni əskərə lazım olacaq qədər kalori və qidalar, yəni bunu təmin edirlər bizə. Biz də buna görə öz minnətdarlığımızı bildiririk. Nuş olsun sənə. Bax bizə buradan gənclər baxır, hansı ki onlar hələ hərbi xidmətə gəlməyib. Bir 15 ay xidmət etmiş əskər kimi onlara nə deyərsən? Yəni burada onlar hələ yatdılar bu sistemə, hərbi xidmətə. Yəni burada çəkinəcəli bir şey yoxdur. Yəni gəlin, hamımız Azərbaycan Respublikasına xidmət edirik. Yəni qoşun növünün təyinatından asılı olmayaraq bizim bir amalımız var ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və demokratik bir respublika olmamızdır. Yəni bundan ibarətdir. Yəni bunun qoşun növünün təyinatına fərqi yoxdur. Var ol, sənə uğurlu xidmət. Həqiqətən də bizim əskərlər mərddirlər. Onlara dövlətimiz tərəfindən hər bir şərait yaradılır. Özlərinin dilindən eşitirsiniz ki, onların yeməkləri, yemək rasionu yüksək səviyyədədir. Allah verdiyi xoş gördük. Xoş gördük. Necədir yeməklər? Hər şey əladır, yeməklər keyfiyyətli dadlıdır. Ev yeməklərindən seçilmir. Doyumludur. Bəli, doyumlu və dadlı olur. Bax, buradan sənin valideynlərin, səni tanıyanlar baxır. Onlara nə söyləyərsən? Valideynlərimə, yaxınlarıma, dostlarıma hər birinə salam deyirəm. Hər şey yaxşıdır, hər şey yaxşı olacaq. Nuş olsun, sənə uğurlu xidmət. Sizi tanıyaq. Çavuş Məmmədov. Sənin də yaxınların, valideynlərin baxır. Nə ürək sözün varsa söylə. Buradan ailəmə, dostlarıma hamısına salam göndərirəm. Tez bir zamanda inşallah sağ-salamat qayıdacağıq. Xoş gördük. Çox sağ olun, salamlayıram hər birinizi. Səni tanıyaq. Mən Əskər Nuriyev Rəvan, Fərmaylıoğlu. Nuriyev, neçə aydır xidmətdəsən? 4 aydır. 4 aydır. Biz eşitdik ki, sən ailəlisən. Bəli, ailəliyəm. Övladın da olub. Bəli. Maşallah, hərbi xidmətdə ola-ola ailəlidir, övlad olub. Darıxırsan yəqin. Belə. Təbii ki, darıxacaqsan. Buradan sənin valideynlərin, səni tanıyanlar baxır. Nə ürək sözün varsa buyur söylə. Hər birinə salamımı çatdırıram. Öz ailəmə, yaxınlarıma hər birini salamlayıram. Çox sağ olun ki, siz də gəlib bu günləri bizi çəkirsiniz. Minnətdaram hər biriniz. İnşallah tez bir zamanda xidmətini sağ-salamat başa vurub, ailə və övladına geri dönəsən. Çox sağ olun, minnətdaram. Sağ olun. Çox gözəl bir təsadüf. Hərbi hissədə 2 əkiz qardaş xidmət aparır. Xoş gördük. Əskər Əhədzadə, Səlyan şəhəri. Əskər Əhədzadə. İkiniz də əkizsiz və bir yerdə xidmət aparırsınız. Buradan sizin valideynlər sizə baxır. Nə ürək sözünüz varsa bir-bir buyurun söyləyin. Buradan valideynlərimə salam göndərirəm. Hər şey yaxşıdır, gördüyünüz kimi. Növbəti qardaşıdır. Necədir yeməklər dadlıdır Əhədzadə? Yüksək səviyyədədir yeməklər. 12 aydır xidmət edirəm. Yəni burada istəyir komandirlərin olsun, istəyir
təmizlik cəhətdən, hər bir cəhətdən, yəni yatdığımız yerə kimi yüksək səviyyədədir. Hər halda çəkiliş də aparmısınız. Burada yəni bütün valideynlərə demək istəyirəm ki, dövlətin qayğısı burada ən yüksək səviyyədə insanlara əks olunur. Yəni hamı rahatçılıqla övladlarını göndərə bilər. Yəni buradakı komandirlər də bizim böyüklərimiz kimi başımızın üstündə dayanıblar. Yəni buradan da hamısına təşəkkürlərimi bildirirəm. Var ol, sən kim üçün ən çox darıxmısan? Mənim qardaşım buradadır, açığı. Yəni çox da darıxma hissi keçirmirəm də, amma bilən... Mən deyərdim, burada hər kəs sənin qardaşındır. Bəli, o sözsüz, yəni doğma qardaş cəhətdən etdim. Ekiz tayında, siz bir-birinizə daha, biriniz sağ, biriniz sol əl olursunuz, lazım olanda, hə? Bəli, bəli. Siz valideynin əllərindən öpürük, çox sağ olun ki, hərbi xidmətə, bax, belə gözəl övladlarınızı yollamışsınız, onlar vətənin xidmətində keşik çəkirlər. Kimə ürək sözün varsa söylə. Çox sağ olun, yəni heç kim narahat olmasın, yəni burada uşaqlarından sarı, yəni mən öz valideynlərim də onun içində. Yəni hər şey yaxşıdır, darıxma hissi filan da heç nə yoxdur, hər şey yüksək səviyyədədir. Sağ olun. Sizə nuş olsun, sağ olun. Sizi tanıyaq. Mən Əsgər Verdiyev Sənan. Sənan, neçə aydır xidmətdəsən? 4 ayda xidmətdəyəm, gənc əsgərəm özümdə. 4 aydır xidmətdəsən. Necədir əsgərlik xidməti? Gözəl, yəni kişilik məktəb deyirlər, əsl düz deyirlər, yəni yerində hər şeyi. Yeməyə gələndə acımışdın? Bəli. Fikir verirəm ki, qabı tərtəmiz eləmişsən. Ev yeməyindən seçilmir, həqiqətən də yəni. Görürsünüz, əgər yemək dadsız olsaydı, əsgər orada 100% biraz dibində saxlayacaqdı. Amma yeməklər çox gözəl, vitaminli, rasyonlu olduğuna görə əlavə istəyəndə verirlər. Təbii ki. Təbii ki. Nuş olsun sizə dostlar, hər birinizə uğurlu xidmətlər. Əziz valideynlər, özünüz də şahid oldunuz ki, sizin övladlarınız xidmət elədiyi hərbi hissədə onlara yüksək səviyyədə təminatla təmin olunur. Onlara valideynlər öz ana kimi, mülküdən gələn xanımlar yemək pişirir və hər bir əsgər öz yediyindən razıdırlar. Tək onların yeməkləri yox, xidmətləri də yüksək səviyyədə olur.